Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizinlə 5-ci sinif riyaziyyat güvən testindən səhifə 112-dəki test üçün izahını verəcəm. Gəlin başlayaq. Birinci sualda x üstəgəl 7 bərabərdir 11 tənliyini həll edin. Sadə bir tənlikdir, yəni toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Yəni 11 çıx 7, cavab 4. B bəndi. İkinci sualda x çıx 5 bərabərdir 3 tənliyini həll edin. Azalan, çıxılan fərq, azalanı tapmaq üçün çıxılanın üzərinə fərq əlavə etmək lazımdır. Yəni 3 üstəgəl 5 bərabərdir 8. Cavab D bəndi. Üçüncü sualda 13 üstəgəl x bərabərdir 21 tənliyini həll edin. Yenə toplanan cəm, məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. 21 çıx 13 bərabərdir 8. Cavab A bəndi. Dördüncü sualda 15 çıx x bərabər 9 tənliyini həll edin. Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. 15 çıx 9 bərabərdir 6. Cavab B bəndi. 5-ci sualda tənliyi həll edin. 0,9 vur x bərabərdir 0,45. Yəni vuruq hasil. Məhsul vuruğu tapmaq üçün hasili, yəni 0,45-i məlum vuruğa 0,9-a bölmək lazımdır. Yəni 0,45 bölünsün 0,9. Cavab 0,5. Variant A. 6-cı sualda məhsul vuruğu tapın. Yenə məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. X bərabərdir 588 bölünsün 28. Cavab 21. A bəndi. 7-ci sualda hansı bənd 18 vur x bərabər 72 tənliyinin həllini düzgün göstərir? Yenə, yəni vuruq hasil. Məhsul vuruğu tapmaq üçün hasili, yəni 72-ni məlum vuruğa bölmək lazımdır. O da variant D. 8-ci sual. 9x üstəgəl 3 bərabər 84 tənliyini həll edin. Yenə toplanan cəm 9x bərabərdir 84 çıxılsın 3. Yəni 9x bərabərdir 81-ə, x də bərabərdir 81-i 9-a bölürük. Cavab 9. Variant B bəndi. 9-cu sualda tənliyi həll edin. 36 çıx 4x bərabər 28. Buradan 4x tapmaq üçün 36-dan 28-i çıxmaq lazımdır. 4x bərabərdir 8. X də bərabərdir 2. Cavab D bəndi. Və sonuncu 10-cu sualda tənliyi həll edin. Yenə 22 vur 5 çıx x bərabərdir 40. 22-ni 5-ə vurduqda 110 çıxılsın x bərabərdir 40. Buradan x-i tapmaq üçün 110-dan 40-ı çıxmaq lazımdır. Cavab 70. D bəndi.